Привет, мам. Привет Esra. Çünkü şuraya tutuyorsun. Çalışır. Ayda ayağa durmaya çalıştı, duramadı. Yumalarını coştu biraz da. Salam hamiye dostlar. Salam. Evet düz xeyir olsun. Bugün bizi premieraya dəvət eləyibdilər. Əslində dünən axşam xəbərim oldu və dünən axşamdan bəri fikirləşdim. Ay Allah, geyim getməyib, geyəs olsam ayda Nyankaya qoymalı olasıyam. Uzun müddətli qoymuram və məndən ayrılmaq istəmirəm. Ümumiyyətlə o gün Valbres getmişdim, 10 dəqiqəlıq aydan qoyub atası ilə təsəvvür gətirdim. O qədər ağlayıqdı mən gələnə qədər. Yəni get-gəldə qalmışam. Getməsəxmi? Amma bir tərəfdən də fikirləşirəm ki, indi qoymasam, sonra vəbşi qoya bilməyəsiyəm. Yazığım gələsi, yazığım da gəlir əslində. Ağlayırdı. Bilmirəm, amma bu üçüncü uşaqlar adama daha belə körpə kimi gəlirlərmi deyə yazığın gəlir. Yoxsa bilmirəm, niyə? Nəsə, o ürəyim də gəlmir. Bilirəm ki, getsəm də fikrim, ağlım, ürəyim abıda qalasıdır. Amma dediyim kimi bir problemə istəyirəm, uzaq başı qaydaram tez bazar. Yarımçıq durub. Yəqin şeylər yesiyəm, bilmirəm. Hava da yenə soyuqdur. Hava 3 isti olur, 15 gün maroza dönürük yenə, hisslənəm. Belə bugün hazırlaşası yox eləyib. Bəzən düzənib biraz giyəsi yox, saçlarımsa çox pis gündədir. Makiyaj zad eləməmişəm hələ. Əlimə də ciynəsiymiş bir fikrim yoxdur. Bütün isti paltarlarımızın hamısını götürmüşəm. Uşaqların için durur əslində, özümüzünkilə hamısını yığışdırmışam. Heç bilmirəm nə ciynəsiyəm, heç bir fikrim yoxdur. Hələ bir forsuda, yəni şkaf tökəsiyəm ki, bəs görək nə ciynək. Saçlarımın gözəlliyi deyib susuram. Nəticəyim, birinci saçlardan başlayaq hələ ki. Uşanlardan ötürü ki, nə təli çatdırırsın hər şeyi bu şəkildə xonçaran qoyuruq belə təzgahın üstünə və yemağımızı havada bişiririk. Nə bilim, qablarımızı burada yerləşdiririk, yuyuruq, işlərimizi burada görürük belə kuxnada. Arada bir çayımızı da dağıtmaq istəyir. Ara sıra dağıdır əlimizin altındakıları. Nə deyir? Dayanmasan 5 dəqiqə yerdəki işimizi görək. Niyə? Boynunu da alıcıyorsunuz. Yenə səsi tutuq. Bugün qızdırması yoxdur çox şükür. Amma yenə səsi tutuq. Həyatsızdır. Həyatsız şey. Çöverir yemək bişirək. Öz dadını qatsın gərək girif yeməklərin içinə. Dostlar, yenə mən. Yenə mən. Gördüyünüz kimi saçlarımı düzləşdirdim. Sonra ki, yedim makiyaj eləməyə. Sonra da fikirləşirdim ki, şkafımı geyib tökərəm, nə giyinim deyə. Və saçımı fənləyəndən sonra fikrimi dəyişdim. Getmədim. Hər şeyi bu şəkildə eləyirəm yəni. Hər şeyi bu şəkildə qərar verirəm. Çünki mən qoyub çəyənmədim. Allah haqqı, özümü gecədən hazırlamışam ki, də psixoloji olaraq aydan qoyum, geyim. Nə olasdı ki, uzaq baş gələrəm də bayaq dediyim kimi. Yəni son momentdə dedim, yox, getmirəm. Geyənmədim, ondan ayrılıb. Bilmirəm, niyə mənə belə oldu. Mən heç əbrə dörliydim. Aydıdan sonra məblə olmuşam. İndi pis çıxmasın, əsgərin Esra da var idi. Yəni onları göndərirdim və yaxud arası getmək lazım oldu. Kiməsə qarasa qoyub geyirdik, bağçaya qoyub geyirdik, nə bilim. Və yaxud tanış kiməsə daha qoyub geyirdik. Ayda da olmur yəni. Gedəmədim, bilmirəm niyə. Əsəbləşirəm özümdə ona görə də, amma olmadı yəni, getmədim. Heç nə. Pünhan ədim, uşaqlara apar get. İndi görək Pünhan bizə video çəkəsdi oradan. Ümid edirəm videolar gələn sonra peşmançılığı çəkmərəm. Amma bilmirəm, geyənmədim vallah. Nəsə, analığım bu aralar çox belə şey oldu deyəsən. Özümdə nasıl deyil. Mənim aşkımla nə işin var? Qırma xəşrindədir. Görmürəm mən hamınsız. Vallah. Dəy. Ədəy işdə. Ədəy. Ədəy. Ruzayım. Koftaçka qız. Maver. Qız versənə sındırdın aç gibi. Ver ha bura. Onu da deyim ki, bir tərəfdən rahatladım ha öz aramızda. O içimin narahatçılığı getdi ay deyə görə də. Həm də ki, tuş faneli tuşası idim gənə.
Tabii mən paltar tapasıydım, cibağa tapmayasıydım ama bütün şifreni töküləsiydi, özümü işarətsizdim. Şifreni tökmək qıraqaş şifreni tökəndən sonra aksesuarlarımı tökəsiydim, sonra sumkalarımı tökəsiydim, sonra ayaqqabılarımı tökəsiydim. Aləm dəyəsiydi. Bir-birinə olan hamısından canımız qurtardı. Dediyim kimi bir axşam videolara falan baxanda ümid edirəm peşman olmaram. Niyə getmədim mən? Baxmasan bu yara faydı. Aydı da bir ev tökür. Paltarları tökürdü yerə uşaqların orada. Hiyatsız. Səni qoyub giyəmədim mən. Ha bu videonu gələcəkdə göstərəcəm ki, bax. Bax. Да. Asker, расскажи, hara getmişdin? Кинотеатр. Да? Premyeraya getdin? Да. Nəyə baxdın? Multika baxdın? Да. Bu arada multik premyerasına çağırmışlar bir gün. Göstərəcəm. Mavçik Delfin ikinci hissəsi, birinci hissəsindən biz baxmışdıq kinoteatrda. İkincisi çıxıbdı. İndi mayın 8-dən kinoteatrlarda olasıdır. Belə bir qutuda hər uşağa hədiyyə verdilər. Handa hər uşağa belə bir dənə götürüb. Bu Ayda xanımın içidir. Aşmiyəsi yox, böyüyəndə verəsi yox. Ayda xanımın burada əskənəli sanatçılar var. Это что, съел уже? Obesi. Bir də belə tatlılar verdilər. Belə multika aid. Bunları da saxlayıq. Aydaçka xanımdan sabah özümüz yiyəsi yox. Bunlar bizimdir. Danışırıq nə tər idi multik? Qəşəng idi, bəyəndin? Да. Интересный был, да? Там был такой злой человек, и когда он упал в вот эту большую банку, там было белое зелье и зеленое превратилось. И он упал туда, и там были такие большие клешни. И когда ему дал папа там зелье, знаешь, он был еще больше там. Да ты что? Здесь есть этот злой человек? Здесь есть? Это человек. Какие из них? Там есть или нет? Вот он. Вот это же не человек. Это... Осьминог, да. Нет, А, это человек был, что ли? да. Точно? Ну, там был краб же. А, да, еще вон там краб. Вот этот? Это маленький, а там был большой. Большой еще? Да. И Я там не было, посмотрела, да, поэтому и не там знаю. было очень много страшных крабов. Ayda mızmızlan yatmaq istəyir Ayda. Yoruldu же bəyaz sonra. Песня. Ayda götürdü əlinə. Nədir onun adı? Yadımdan çıxdı. Köpək balığım. Вот, смотри. Покажи. Esra sen de beğendin. Multiki beğendin. Uşaqları göndərdim yatmağa, yuxladılar, Aydanı yuxlatdım, mızmızlanırdı, dayanmadı, yuxusu gəlirdi. Oşum Əsgənin xoşuna gəldi multik, Esra da bəyəndi. Düzdür, Esra ilə tam olaraq anlamır, amma yenə də xoşuna gəlmişdi, bəyənmişdi, danışdırdım biraz. Oşum kukla falan verməkləri, oyuncaq verməkləri vəbşə xoşuna gəldi. Təbii ki, üstüne popcorn falan da əlavə olunandan sonra keyflərdə dayan yoxdur büyün oşum. Əməli başlı üzəri gülürdü, xoşbəxt idilər. Pünhan deyir ki, yaxşı getməmsən. Niyə görə? Multik falan deyir, qəşəng idi, çox qəşəng idi, yəni maraqlı idi, amma gec başladı. Yəni məşğulları falan gözləyirdilər, onlar gecikdilər, bir neçə nəfər, ona görə onlar gözləməkdən ötürü premyera başlamadan öncə əməli başlı gözləyirdilər. Hadi saat 4-də başlamalı idi. 6 işləmiş falan başlayırdı. Pünhan deyir, yaxşı getməmsən, yoxsa zaten yarımçıq qaydası idin, axırı qədər baxa bilməyəsiydin. Yəni ayda maksimum yaşayıb 3 saat saxlaya bilərdilər də. Biləm ki, dayanan da öyle 3 saatdan artıq. Yəni bəlkə nənəsi burada olsaydı 4 saat, 5 saat bəlkə o güc bəlayla, amma yəni kənar adamın çöldə nə qədər gəzdirsin ki uşağı, özdə havada biraz soyuqdur dediyim kimi bu aralar. Ona görə Pünhan deyir ki, deyəsən analıq hissin sən şey oldu. Analıq hissi gəldi, sən ona görə getmək istəmirsən. Ona görə də yalan deyim, biraz xoşbəxt oldum həqiqətən. Deyirəm, növbəti təhliflərdə, növbəti multiklərdə, növbəti başqa bir şeylərdə, belə özəl bir şeylərdə. Ayda böyüyəndən sonra gələr ümid edirəm. Elə deyəm ki, özüm də deyə bilərəm. Çünki özümdən ötürü maraqlıdır həqiqətən. Yəni elə bir ortamlarda bulunmamışam. İstər-istəməz
adama maraqlı gəlir, nə yalan deyim. Elə cəmiyyətə qoşulsan, insan üzü görürsən, nə də deyirlər. Düzdür, mənə çox adam deyir ki, sən belə aktivsən falan, amma mən yəni aktivliyim. Bağça evdir, yəni başqa bir yerə. Bir də ustaların yanına ara sıra gedirəm. Pünhandan evə baxmağa, o da yəni aktivlik sayılmır deyə düşünürəm də. Burada istər-istəməz adam darıxır, eləyir. Düzdür, indi qızlar falan var. Ara sıra deyirlər ki, yəni görüşək, burada izləyicilərim falan da var. Yazırlar, eləyirlər, değil mi? Qonşular falan var, izləyənlər. Düzdür, hamısını tanımıram, onlar mənə yazırlar. Amma istər-istəməz işte körpəli olduğuna görə, balaca uşağın olduğuna görə, ailə ilə belə gördüyünüz kimi məsələn belə bir yerə gedə bilmədiyimə görə çox da o şeylərə belə baş qoşmuram deyə. Düşünürəm ki, biraz böyüsünlər, məktəbə getməyə başlasınlar. O ötən videoda demişdim. Hər şeyin öz vaxtı var mənə görə. Qoy yaşları çatsın, qaydasına düşsünlər, rejimlərinə düşsünlər. Ondan sonra inşallah cəzəsiyəm. Cəzəsiyəm. Ondan sonra yəni qızlarla falan görüşəsiyəm burada. Həqiqətən bəzi belə yaxın qızlar var da, tez-tez uşaqlar olmamışdan əvvəl görüşdüyüm. Onlarla vəbşi ümumiyyətlə qətiyyən görüşmürəm. Çünki bir dəfə, iki dəfə görüşdüm uşaqlarla bərabər. Yəni imkan vermirlər uşaqlar bilirsiniz artıq. Yəni uşaqlar analar ən azından bilir ki, uşaqla görüşə getmək nə deməkdir. Ona görə də dediyim kimi onlar da səbr eləsinlər. Buradan rəfiqələrimə, tanışlarıma səslənəm. Biraz səbr edin. Uşaqlar böyüsün, sonra bir şey fikirləşərək saldıq. Unutmayın mən. Ya da inciməyin. Başa düşdüyünüzü biləm. Çünki ən azından özü ana olan bilir. Mənim bir dənə rəfiqəm var idi Şəkidə. Mən evləndən sonra, uşaq olandan sonra az-az belə mesajlaşmağa falan başladıq da oyuna. Həmişə mənə şikayət edir ki, getdim, dənə uşaq oldu, füsü mənə unuttun, yazmısan mənə, nə qarmısan. Sonra özü köçəsi oldu, köçdü, özündə uşağı oldu. Görürüm ki, mənə mesaj yazmır. Ara sıra yazıram ki, bəs nə oldu? Sən mənə unuttun. Deyir, ha, da başa düşürəm səni, tə olurmuş, uşaq mənə imkan vermirəm, nə qarmı, fikrim qarışır, başım qarışır. Buna görə deyəm ki, en azından uşaqlı adamlar başa düşürlər ki, söhbətin deyəcəyə gedən bir dənə də olsa, 5 dənə də olsa inanın eyni şeydir. Yəni bir uşağın çətinliyini də görmüş bir ana kimi deyəm. Bir uşaq da çox çətindir, 5 uşaq da çox çətindir. Yəni hərəsinin öz çətinliyi var. Ona görə mən bir dənə uşağım var yazmam. Sən 5 dənə uşağın yoxsa yazmalısan kimi bir söhbət yoxdur. Həqiqətən indiki dövrdə bütün uşaqlar çətin demək olar. Bizim dövrün uşaqları getdi. Bizim kimi sakit, sözə qulaq asan, nə bilim, mənə bir də qışqırıqlar ki, 2 saat oturduğum yerdən durmurdum ayağa. Yəni elə bir şey yoxdur. Uşağın üstünə qışqırsa, sonra biraz özün peşman olsa, bir 3 saatda könlüyü almağa çalışsan, alamırsan yenə xeyri yoxdur. Belə yəni, nəysə çox danışdım. Çox Pünhan deyib Sulan yanına gəlsin, görüm onu sizə video çəkdi. Maraqlı bir şeylər olsa, onu da yükləyəcəyəm bu videonun ardına. Кинотеатр? Зачем? Хотели так, а тебе что подарили? Игрушки? Да. Aşağıdan oturuşma. Молодец. Которая написала сценарий для мультфильма. Слава, мы тебя... Аски, тебе понравился? Я видео снимаю. Нравится? Что смотрели? Мы что посмотрели? Ага, спасибо. Экстра. А.